Ha, köhnələr. Tanıdınız da buraları. Bura Eskanın qabağında olan yoldur. Hansı ki Parlament prospektindən gedir düz yuxarı Botanikaya tərəf. Mənim də sağımda həmən o Eskadır. Çəkmirəm buranı, çünki əgər bilmirsinizsə, dövlət strateji əhəmiyyətli obyektləri ümumiyyətlə çəkmək olmaz. Bu barədə bilməmək, çəkiliş aparmaq da məsuliyyətdən azad eləmir. Ona görə bunu qulağınızda sırğa eləyin. Eska yadınızdadır da amma, girən kimi sol tərəfdə ox atanlar seksiyası, biraz aşağı gedirdiniz, solda Anatoliy Stepanoviç, Allah ona qəni-qəni rəhmət eləsin, yüngül atletika maneji, biraz da aşağı gedirdin, sol tərəfdə bruslar, turniklar, Allah Aydın müəllimə rəhmət eləsin, Allah Yusif dayıya rəhmət eləsin, yəni tanıyanlar biləcək mən kimdən danışıram. Biraz da qalxırdıq yuxarıda hovuz. Həmən o hovuz ki, hansıdır ki, hindiyənə kimi sındıra bilməyiblər. Söküblər, o qədər möhkəm dikilmişdi ki, fundamentini qırmaq olmur. Yuxarıda sonra güləş seksiyası, buradan Firudun müəllimə salam, cüdo seksiyası, Ruzbey müəllimə, Rauf müəllimə, ateşli salamlar, yadınızdadır da bunlar hamısı. Hələ hindiyənə kimi qalıb ha o ya, mən sizə deyim ha. Yəni ki, qalıb, fəaliyyət də göstərir və bizim çempionlara hələ davam edir yetişdirməyə. İndi gələk əsas məsələyə, nəyə görə mən buradan bu çəkilişi indi aparım. Bir vaxt bundan əvvəl mən müraciət etdim dövlət yol polisinə ki, bax bu yoldan da. Görürsünüz, bax məsələn, bax sürücünün, bax sürətinə fikir verin. Gördünüz, bax çoxdur, bax belə hallar. Yəni ki, demək olar ki, o Parlament prospektindən bura dönən sürücülər hələ birdən zəncirdən buraxırsan onları. Neyi var, sürət yığırlar. Burada da ki, heç bir sürət, yəni limit göstərən bir yol nişanı, yaxud bir sürət ölçən bir radar, heç bir şey yoxdur. Amma ki, bax bizim uşaqlar, həmən bax köhnələrin uşaqları indi bilənlər başa düşəcək. Ala həmən bu idman seksiyalarına gəlirlər, məşq eləyirlər. Özü çox vaxtı mən sizə deyim, axşam çıxırlar. Saat 8-də, 9-da, 10-da məşqdən çıxırlar. Burada da ki, bax bu dəli sürücülər. Müraciətim o idi dövlət yol polisinə ki, imkan varsa bura o, nə deyirlər ona, lijaçi politseyski dilləri, belə baryerlar, bardür tipli bir şey yerləşdirin. Yaxud da ki, o limit, sürət limitini ölçən radar. Amma ki, halbuki sonra onlar mənimlə əlaqəyə çıxdılar. Çox gözəl bir konstruktiv, yəni ki, söhbətimiz baş tutdu, sağ olsunlar, danışdıq. Dedilər ki, bu radar düzmək qeyri-mümkün məsələdir. O vaxtı yol inşa olunanda, yəni ki, bu başqa bir məsələdir də, çox həngamı məsələdir. O büdcəyə vurulur. Amma ki, müraciət eləmək olar ki, məsələn, dedilər, səhv eləmirəmsə, ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi baxır ona, ya da ki, Bakı Nəqliyyat Agentliyi. Axır ki, burada onlar neynəmək? Yəni ki, piyada xəttləri qoşmaq. Məsələn, fikir verirsiniz, bax, piyada xətti. O tərəfdən bu xəttə, bir də ki, nişan yerləşdirmək ki, məsələn, bu sürətdən artıq burada avtomobillərə hərəkət etmək qadağandır. Halbuki üstündən uzun müddət keçib, mən belə başa düşürəm ki, ola bilər dövlət yol polisi o müraciəti edib həmən o Bakı Nəqliyyat Agentliyinə ya o biri digər agentliyə. Çünki baxıram, indi bax, burada fikir verin, biraz dəyişikliklər baş verib. Yəni ki, bax, parking üçün yer ayırıblar, özdə ödənişli. Sonra bu yol artıq oldu bir tərəfli, halbuki ondan qabaq iki tərəfli idi. Amma ki, bax, o nə piyada, belə deyək də, keçid, nə deyirlər ona, şahmut, piyada, şahmut, o yazışması. O da yoxdur. Həmçindəki sürət limiti göstərən də bir şey, heç nə bura bir dövlət nişanı, yol nişanı, yəni ki, instalyasiya olunmayıb. Yəni mən yenə də xahiş edirəm, əgər buna səlahiyyətli şəxslər kimsə baxacaqlarsa, nəzərə alsınlar ki, bu yolda, bu cürlə, yəni ki, avtomobillər tez-tez sürəti aşırlar. Bu cürlə, məsələn, piyadələr üçün də bu birbaşa təhlükədir. Bu qədər qəlbdən qəlbə.